Hər kəsə salam. Hər birinizi kanalımda və ilk böyük videomda xoş gördük. İnşallah ki, qarşıdan 9-cu sinif buraxılış imtahanı gəlir və bu buraxılış imtahanının birinci hissəsinə 20 günümüz qalıb və bu 20 gün ərzində mən istəyirəm ki, esse yazma bacarıqlarınızı inkişaf etdirəsiniz. Hansı ki, şagirdlərin ən çətinlik çəkdiyi hissələrdən biridir. İngilis dilində esse yazmaqda çətinlik çəkirlər, bəzən özlərini ifadə edə bilmirlər və mən bu videoda siz özünüzü rahat ifadə edəsiniz deyə bir sıra cümlə quruluşlarını öyrədəcəm, hansı ki, həm çox rahatdırlar, həm də esse yazmaqda sizə çox köməklik göstərəcəklər. 5 dəqiqə ərzində essenizi yazıb bitirəcəksiniz. Deməli, ilk öncə biz bilməliyik keçmiş zaman. Çünki essələrin əksəriyyətini bir hadisədən bəhs edirik, nəql edirik deyə biz onu keçmiş zamanda yazırıq. Və keçmiş zamanda yazsaq daha məqsəd uyğun olar. Və bilirik ki, bizə verilən şəkillərdə gəlin ilk hissəyə baxaq, girişi necə verməliyik. Yazıram bura giriş. Giriş hardasa verək 2 cümlə falan. Yəni nədən bəhs eləyək? Ən çox şəkillər nələrə aid olur? Məsələn, uşaqlar bir yerdə gedirlər piknikə, parkda oynayırlar, qartopu oynayırlar, balıq tutmağa gedirlər, dəniz qırağına gedirlər və s. Və biz də bilirik ki, bunların hər biri müəyyən fəsillərlə bağlıdır. Məsələn, hava gözəldir, günəşlidir, bunlar gedirlər piknikə. Hava qarlıdır, çıxırlar qartopu oynamağa. Hava gözəldir, çıxırlar futbol oynamağa və s. Ona görə də mənim məsləhətim sizə o olar ki, ilk öncə həmin günü və havanı təsvir eləyərək essemizə giriş eləyək. Və bu həm çox sadə cümlə quruluşudur, çünki bunu rahat öyrənib, bu cümlə quruluşunu rahat yadda saxlayıb imtahanda rahatlıqla yaza bilərsiniz. Bu havanı yaxud günü təsvir etmək üçün quruluşu izah edəcəm. O sonunda gedib yazsanız, cümləniz tam doğru qəbul ediləcək. Məsələn, yaza bilərik, məntiqlə yanaşaq. İnsanlar ən çox nə vaxt hardasa oynamağa, dəniz qırağına, balıq tutmağa gedirlər? Təbii ki, həftə sonları. Yaxud bazar günü. Necə yazarıq ki, ingilis dilində bazar günü idi? Bazar günü idi. Bu ingilis dilində yazılacaq ki, it was Sunday. Və yazanda diqqət edin, həftənin günlərini böyük hərflə yazın. Çünki onlar ingilis dilində xüsusi isimlərdir. It was Sunday. Bazar günü idi. Belə verib giriş edə bilərsiniz. Yaxud it was Saturday. İstədiyiniz bir günü yaza bilərsiniz, amma həftə sonlarını yazmaq daha uyğun olar. Sonra, gəlin havanı təsvir edək. Məsələn, yazmaq istəyirik ki, günəşli idi. Yaza bilərik ki, bunu da eyni cümlə quruluşu olaraq yaza bilərik. Məsələn, it was sunny. Və yaxud hava olaraq verə bilsək, the weather was sunny. Hər ikisi qəbul ediləndir və hər ikisini yaza bilərsiniz. Və onu da deyim ki, bu Z-dir, ən artikeldir. Bunlardan istifadə etmək də sizin üçün çox yaxşıdır. Hansı ki, əlavə bir söz hesab olunur. 2 cümlə olaraq girişimizi verdik. It was Sunday, the weather was sunny, or it was sunny. Giriş hissəni bu cür yaza bilərik. İndi keçək, mən sizə bir şəkil üzərində izah edeyim. Necə hekayəni qururuqsa. Növbəti dəfələrdə hansı mövzularda istəsəniz, o şəkillər üzrə quraraq hekayələrimizi, yaxud hansı cümlə quruluşlarında çətinliyiniz varsa, mütləq şərh bölməsində qeyd edin və mən o cümlə quruluşlarının geniş izahlarını çəkim, ən rahat yolunu necə qurmaq lazım olduğunu öyrədim və ilk öncə şəklimizə keçməzdən əvvəl onu qeyd edim ki, biz bu cümlə quruluşlarını qurarkən, məsələn, Azərbaycanda çox mürəkkəb bir çətin cümlə deyə bilərik. Bu şərt deyil ki, biz gedib ingilis dilində də bu cümləni yazaq və təbii ki də ingilis dil bacarıqlarımız əgər biraz zəifdirsə,
Biz o cümləni qurmaqda çətinlik çəkəcəyik. Belə biləcəyik ki, vəssalam, biz hekayə qura bilmirik, biz esse yaza bilmirik, vəssalam, 0 aldıq. Xeyr, elə deyil. Ona görə esse yazanda biz çalışmalıyıq ki, əgər hansı cümlədə qururuq Azərbaycan dilində çətinlik çəkdik, tərcümə eləyə bilmirik. O cümləni parçalayın hissələrə, sadə cümlə şəklində verin və sadə cümlə şəklində verildikdə və sadə cümlə şəklində versəniz, deməli onu çox rahatlıqla ingilis dilinə tərcümə eləyə biləcəksiniz. İndi keçək şəklimizə və şəklimiz üzərində esseni quraq. Aha, gəlin bu şəklə diqqət yetirək. İlk dəfə baxaq görək, şəklə baxanda yəni bizim ağlımıza nə gəlir? Açar sözlər götürək yaxud özümüz üçün. Havaya baxırıq, dəniz qırağıdır, gedirlər dəniz qırağına, mağazaya gedirlər, iki qızdır. Daha sonra ikincidə top uçur, hava küləklidir, məlumdur ki. Aha, başlayaq girişimizi verək. Bayaq izah etdiyim kimi. Yazaq ki, it was Sunday. Bazar günü idi. Sonra yazaq ki, hava günəşli idi. Hava olacaq zəvə isə, daha sonra idini qoyacağıq. Was sunny. Havanı da yazdıq. It was Sunday, the weather was sunny. Sonra keçək. Qızlarımızı təqdim edək. Yəni şəkildə görsən ki, bunlar qızdırlar. Yazaq ki, personajlara ad verək. Jane, birinin adını Jane qoyaq, birinin adını da Kate qoyaq. Yazaq ki, Jane və onun dostu Kate. Jane and her friend, her onun, qadın cinsi, friend dost, onun dostu Kate. Həm də görürsünüz, sözlərimiz çoxaldı. Jane and her friend Kate. Məsələn, qərara gəldilər ki, çimərliyə getsinlər. Decided to go to the beach. Deməli, qərara gəldilər əsas feildir. Ona görə onu ilk yazdıq. Daha sonra to go. Getməyi, makmək, ona görə də to-na yazdıq. To the beach, to istiqamət bildirdi. O Azərbaycanca çimərliyə dediyimizdə orada olan to-dur. To the beach. Aha, hava günəşli idi, bazar günü idi. Jane və dostu Kate qərara gəldilər ki, çimərliyə getsinlər. Sonra yazaq ki, ilk olaraq onlar mağazaya getdilər və top aldılar. Gəlin bu aşağıya mən Azərbaycanca yazım, sonra ingilis dilinə çevirək. Deməli, ilk olaraq mağazaya getdilər və top aldılar. İngilis dilində uşaqlar, əsas yadınızda cümlədə söz sırasını saxlayın. Yəni, birinci nöqtədə, yəni nəqli cümlələrdə, sonra xəbəri yazsaz demək olar ki, 90% cümlələrdə düzgün cümlə qurmuş olacaqsınız. Buna yazaq ki, ilk olaraq firstly yazsaq bəs edər. Yaxud first yazsaz olar. Firstly. Mağazaya getdilər, yəni onlar. Bəzən ingilis dilində Azərbaycan dilində cümlələri qurarkən şəxsimizi qoymuruq, ona ki, ingilis dilində çətinlik çevirməkdə. Amma şəxsi qoyun çalışın, onlar. Mübtədanı yazdıq they. Sonra xəbəri yazırıq, yəni hərəkəti. Getdilər. Getmək go, keçmişdə də getdilər went. They went. Sonra hara getdilər, yerimizi yazırıq mağazaya. Bu A-yə, ingilis dilində to the məsələn shop, small shop da yaza bilərsək, kiçik marketə və-ni də yazırıq and top aldılar. Yenə xəbərimiz birinci and bought a ball. Bir top aldılar. Aha, bu hissəni də qurduq. Mağazaya getdilər və top aldılar.
Aha, davam edək. Növbəti cümləni isə artıq biz keçə bilərik. İkinci cümlədən üçə keçə bilərik. Yəni topaldılar. İndi ikinci cümlə ilə üçü birləşdirib bir şey yazaq ki, onlar çimərliyə çatanda hava buludlu oldu. Yəni hava dəyişir. Baxın, burada da buludları görürsüz. Sadəcə bu çimərliyə çatdıqda heç bir şey yoxdur. Sadəcə çimərliyin qırağında dayanıblar yaxud gəzirlər. Aşağıdan yazıram o cümləni. Onlar çimərliyə çatanda hava buludlu oldu, yaxud hava dəyişdi. Aha, yenə birinci mübtədanı yazırıq və bu cümlə quruluşu mürəkkəb cümlə quruluşudur. Sizə çətin gələ bilər. Xeyr. Bunu necə çevirəndə necə sadələşdirin? Onlar çimərliyə çatanda bu anda əndən bəzən eləyəmirsiniz tərcümə. Belə yazın ki, nə vaxt ki onlar çimərliyə çatdılar. Bu nə vaxt? When sözündən istifadə edin. Yazaq ki, when, nə vaxt ki onlar çimərliyə çatdılar. When they, onlar, sonra yenə xəbər, çatdılar. Arrived, çimərliyə görə at işlədirik. At the beach. Birinci tərəfi qurduq. Keçirik ikinci cümləyə. Hava buludlu oldu. Hava nədir? The weather olmaq became cloudy. Aha, uşaqlar, üzr istəyirəm, biraz burada sərgəsi yazıram, ona görə düzəltməyə çalışdım. Aha, hava buludlu oldu. Buranı da qurtardıq. Sonra yazaq ki, baxırıq şəklə, nə yazırıq, nə görürük? Top uçur. Top uçursa demək külək başlayır da. Yazaq külək başladı. Sadəcə yazırıq külək, the wind də başladı. Started. Bu qədər sadə. Started. Aha, the wind started. Bu hissəni də yazdıq. Külək başladı. Sonra da yazaq ki, o topu səmaya uçurtdu. Yaxud külək topu səmaya uçurtdu. Necə istəsəz. It deyəndə küləyə əvəz edirəm zaten. It Azərbaycanca alta yazdım. Biraz sizə aydın olsun. O topu səmaya uçurtdu. Yaxud qaldırdı yazaq. Qaldırdı. Burada ifadə etməkdən ötürü deyə bilərik ki, it raised the ball. O mübtədan yazdıq. Xəbər qaldırdı. İndi topu tamamlıq. The ball səmaya. To, yenə bayaq dediyim kimi, the sky. Və salam. Bir cümləmiz də hazırdırmı? Hazırdır. Demək olar ki, sonudur. Bir dənə də sonluq olaraq qızların əlindən topu alıbsa, insanların hisslərini təsvir etməyə çalışın mütləq. Toplarını aparıbsa nə olar? Qızlar da pis olurlar da, burada üzlərindən də görsənir. Yazaq ki, qızlar çox pis oldular. Yəni onda da yəni qəmgin idilər, belə yazırıq. The girls became upset. Become keçmiş zamanda came elədik və salam. İndi baxaq görək neçə söz oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32, 33, 34,
35 arxasında əsnəməyə ehtiyac yoxdur. 35 sözdən də çox oldu. Bu qədər, yəni hekayə yazmağın, esse yazmağın ən rahat yoludur. Və əgər kontent xoşunuza gəlsə, əlavə suallarınız olsa, rəy bölməsinə yazın. Mütləq fikirlərinizi bildirin. Nəyi daha çox izah olunmağını istəyirsinizsə, onu da bildirin. Hansı cümlə quruluşunun qurulmağında çətinlik çəkdinizsə, onu da bildirin ki, ona aid ayrıca bir video çəkim. İmtahanınıza 20 gün qalıb, ilk imtahana və ona kimi videolara baxsaz, ard-arda məncə esse qurulmağında rahatlıq, yəni heç bir çətinlik çəkməyəcəksiniz. Məndən bu qədər. Əgər bəyəndinizsə, abunə olmağı, like eləməyi və fikrinizi bildirməyi unutmayın.